Həzrət Əli əleyhissalam evladının xoşbəxtliyinin yolunu göstərir və sənə deyir ki, bu metoddan istifadə elə, evladını bu cür tərbiyə elə. Onda görəcəksən inşallah 5 il sonra, 10 il sonra necə gözəl bir evladın var. Buyurur: "Əddibu əvladakum alə thəlasi xisalin." Evladlarınızı bu 3 xüsusiyyətlə ədəbləndirin, tərbiyə eləyin. Hubbi nəbiyyikum. Peyğəmbərin sevgisini, özü də sizin peyğəmbərinizin. Buyurur: Hubbi nəbiyyikum. O sizin peyğəmbərinizdir. O peyğəmbərin məhəbbətini aşılayın onlara. Peyğəmbəri tanıtdır. Həzrəti Muhammədi tanısa, sallallahu aleyhi və alihi və səlləmi və onun məhəbbəti qəlbinə dolsa, bütün yaxşılıqların məhəbbəti həmən evladın qəlbinə dolmuş hesab olur. Çünki Peyğəmbər bütün yaxşılıqların mədənidir. Bütün yaxşılıqlar onun vücudundadır. Quranda bir ayə var Peyğəmbərin sevgisi barəsində. Buyurur: Əuzu billahi minəşşeytanirracim. Ən-nəbiyyu əvlə bil-mü'mininə min ənfusəhum. Peyğəmbər möminlərə öz nəfslərindən daha yaxındır. Onu sevəsən, onun məhəbbəti ilə evlad becərdəsən, tərbiyə eləyəsən. Daha sonra buyurur: və hubbi əhli beytihi, və Peyğəmbərin əhli beytinin məhəbbətini aşılayasan. Peyğəmbər və Peyğəmbərin əhli beytinin məhəbbəti. Bəziləri biz şiələri ittiham eləyirlər. Deyirlər, siz əhli beytin məhəbbətindən danışırsınız yalnız. Xeyr, sən bizim məktəbin sözünü bilmirsən axı. Bax, bu Həzrət Əlinin sözüdür. Deyir, birinci Peyğəmbərin məhəbbəti. Birinci Peyğəmbərin məhəbbəti. Sonra da onun əhli beytinin məhəbbəti. Və qiraətil Qur'an, və evladlarınıza Qur'anı oxumağı öyrədin.